Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala ettiğiniz ibadetleri kabul etsin. Gelen günlerinizi hayren eylesin. İşlerinizi de avant eylesin. Allah hamınızdan razı olsun. Ben İmam Hüseyin Aleyhisselam'ın hakkında ettiğim söhbetlerin aslında daha doğrusu sözün düzün demək lazımdır. Baxış saylarına və bəyənmələrə baxıram. Düzü nə dinləyicilərin sayı, nə də bəyənmələrin sayı məni qane eləmir. Yəni, əslində mənim bu sözlərim bizi dinləyənlərə aiddir, yəni dinləməyənlərə aiddir. Çünki İmam Hüseyin Əleyhisselam bizim kimi adi bir insan deyil ki, mən bu qədər baxışlarla razılaşam. Sözün düzü, özünüzə də bəlkə də rast gəlib. Dünən mən bir dənə, yəni səhifəyə bir adamın danışığına qulaq astım. Demək olar ki, təxminən 60 yaşı olardı. Başı da panamalı bir kişi idi. Cəmi elə bil heç bir dəqiqə danışmayıb bu adam, inanın bir dəqiqə ya dəqiqə yarım olmayadı. Özü də nə dedi? Yəni siqaret çəkməyin, siqaret sizə ziyandır. Bir də içki içməyin. Güya belə işlərdə yəni insanın xeyri yoxdur. Bu mənada bir iki kəlmə söz dedi. Üst-üstə yoxsa dəqiqə yarım olmuyor. Nə qədər bəyənmək gəlib onu, hələ baxışın sayını demirəm, 4000 dənə. Yəni, mənim başım çıxmır, bu insanların ağlı yoxdur, ya nədir? Adi bir dənə, nətər deyim axı? Onu hamı bilirdi, yəni o söz deyil axı. Ona o qədər bəyənmələr, o qədər baxışlar olur. Amma bizim bu cür, yəni İmam Hüseyin Əleyhisselamın fəzilətlərindən, başına gələn müsibətlərdən danışırıq. Cəmi nə qədər, uzaq başı 300, 400, təsadüfən 500 dənə insan baxır. Ona görə mən deyirəm ki, bu insanlar həqiqətən zahirinə baxırsan insanda, ancaq xeyirləri ilə şərlərin sanki bilmirlər. Adi bir dənə gülməli, burada da qeyd etmişəm və bəzən heç bir dəyəri olmayan sözlərə bəzən minlərlə insanlar baxır. Düzüm mən bunu haradasa ay yarımdır yazmışam, ancaq da İmam Hüseyin Əleyhisselamın söhbətləri ilə bağlı danışa bilmirdim. Axır bir gün dedim bunu da sizə oxuyum, bu vərəqləri aparım qoyum oxunmuş dəftərlərin üstünə, vərəqlərin üstünə. Həqiqətən bu insanların belə işləri ağıllı insanlara təəccüblü gəlməyə bilməz. Bunları belə, yəni söhbətləri mən dediyim kimi özdə də rast gəlir də yəqin ki. Yəni bu insanların çoxları öz xeyirləri ilə şərlərini bilən deyirlər. Dediyim bu sözlər bizi izləyənlərə aid deyil. Həqiqətdə bu insanlar İmam Hüseyin Əleyhisselamın kimliyini yaxından tanısalar, İmamın həyatı ilə nəinki təkcə şiələr, bəlkə də bütün dünya insanları millətindən asılı olmayaraq, bütün insanlar maraqlanmalıdırlar. Ən azından imamın həyatında baş verən Kərbəla hadisəsinin səbəblərini araşdırıb, yaxından bu hadisənin hansı səbəblərdən baş verməsini, bu hadisələri bilməlidirlər. Çünki İmam Hüseyin Əleyhisselam
bütün dünya insanlarının qəhrəmanı sayılır əsl həqiqətdə. İmam Hüseyin əleyhissalam təkcə şiələrin və ya Azərbaycanlıların qəhrəmanı deyil. Tarixdə çox qəvi heykəl pəhləvanlar və çox qəhrəmanlar olub. Amma bütün bu pəhləvanlar və qəhrəmanlar öz vətəninin qəhrəmanları kimi tanınıblar. Necə ki, məsələn, Həzi Aslanov Azərbaycanın qəhrəmanı olub, amma almanların düşmənidir. Və ya Mübariz İbrahimov Azərbaycanın qəhrəmanıdır, amma ermənilərin düşməni sayılır. Belə ki, digər qəhrəmanlar da belə. Amma İmam Hüseyin əleyhissalam bütün dünya insanlarının qəhrəmanıdır. Çünki İmam Hüseyin əleyhissalam bütün dünya insanlarına yaşamağın qanunlarını öyrətdi. İmam Hüseyin əleyhissalam öz Kərbəla hadisəsi ilə bu insanlara öyrətdi ki, zülmə baş əymək olmaz və zalimlara itaət etmək olmaz. Onların mənfi hərəkətlərinə qarşı susmaq olmaz. Yəni, əmr və məruf və nəhy əz münkər etmək lazımdır. Əmr və məruf, nəhy əz münkər haqqında irəlidə sizə demişəm də, günahlara yol vermək olmaz. İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsi ilə insanlara dərs verməsi onun bu dünya insanlarına öyrətdiyi bir dərsdir. İmam Hüseyin əleyhissalamın ən gözəl və bu dünya insanlarının edə bilmədiyi ikinci bir iş də budur ki, İmam Hüseyin əleyhissalam elə bir şəxsiyyətdir ki, əgər ruhlar aləmində İmam Hüseyin əleyhissalam şəfaət ələmini, yəni ələm bayraq deməkdir, bayrağını, hansı ki o bayraqda Kərbəlada baş verəcək hadisələr yazılmışdır, götürməsə idi, yəni o bayrağı götürməsə idi, yəni Kərbəlada baş verəcək hadisələri qəbul etməsə idi, bəlkə də Allah Teala bütün bu insanları və bu aləmləri yaratmazdı. İmam Hüseyin əleyhissalam bu Kərbəla hadisəsini qəbul etməklə, mən bu söhbəti irəlidə etmişəm, yəni ancaq neçənci söhbətdir bilmirəm, gələn söhbətimdə deyərəm, işte söz, qulaq asarsınız. Qəbul etməklə İslam qanunlarının yer üzündə davam etməsinə səbəb oldu. Kərbəla hadisəsində adi bir məsələ deyildi ki, hər insan onu qəbul etsin. Çünki Kərbəla hadisəsini qəbul edən şəxs bütün var yoxundan, Mədinədə olan əmlaklarından, burada yəni İmam Hüseyin əleyhissalam Mədinədə yaşayırdı da həmən dövrdə. İndi yəni hansı şəhərdə yaşasaydı, harada yaşasaydı, yəni o yaşadığı yerdən və əmlakından, yəni vətənindən və əlinin altında olan övladlarından, ailələrindən, əshabından, xülasə hətta öz şirin canından, övladlarından keçməli idi. Yer aləmində dünyaya gələcək Adəmdən Xatəmədək yaranacaq olan bütün insanların ruhları o məkanda hazır idi. Heç kəsdə belə bir qüdrət, ürək olmadı, o bayrağı götürsün. Yəni bayrağı götürmək üçün bayraqda yazılan hadisələri qəbul etmək lazım idi. Fəqət İmam Hüseyin əleyhissalam bu hadisələri qəbul edib bayrağı götürdü. Bütün bunları kimə görə etdi? Bizim kimi insanlardan ötəri ki, biz azğınlığa düşməyək, Yezid kimilərin getdiyi yollarla bizlər getməyək. Biz düz yolu bilək, qoy babamın qoyduğu yollar, qanunlar həyatda qalsın, silinib aradan getməsin. Yəni İmam Hüseyin əleyhissalam öz babasının qoyduğu qanunların aradan silinib getməməsi üçün bu hadisələri qəbul elədi. Yezid məlun kimi bir adamla üsyan etdi. İndi bizim kimi insanlar bugün bir kasıba 5 və ya 10 manat və ya lap olsun 500 ya 1000 manat sədəqə, ehsanat edəndə elə bilirlər ki, görəsən daha nə edibdir.
Allah yolunda. Yəni, əgər Allah bizlər ilə öz mərhəməti ilə rəftar etməsə, biz heç noy Allahın bizə verdiklərinin əvəzini verə bilmərik. İrəlidəki sözümüz orada qaldı ki, biz 5-10 manat Allah yolunda ehsanat edəndə elə bilir ki, daha biz beşt əhli olduq və ya görəsən nə boyda iş gördük. Halbuki onu da verəndə özümüzə görə, yəni savab qazanmaq qəsdi ilə veririk ki, savabımız, əcrimiz artsın. Amma İmam Hüseyin əleyhissalam isə görün nələrindən keçib, bütün əlində olan var yoxundan və nəhayət hətta şirin canından. Hələ buna görə də bizim hamımızın borcudur ki, İmam Hüseyin əleyhissalamın istəklərini biz də gərək edək. Hər birimiz öz əlimizdən bu yolda nə gəlirsə etməliyik. Yəni, imamın istəklərini canla, başla əmələ gətirməliyik. İmam Hüseyin əleyhissalamın Allah Teala yanında məqamı elə bir dərəcədədir ki, İmam Hüseyin əleyhissalam dünyaya göz açandan sonra bütün göy aləmində olan mələklərə Allah Teala göstəriş verdi ki, İmam Hüseynə görə yer aləminə enib, Peyğəmbərə göz aydınlığı versinlər və Peyğəmbəri təbrik edib mübarəkbadlıq etsinlər. Odur ki, göy aləmlərində olan mələklər yer aləminə enib, İmam Hüseyin əleyhissalamı ziyarət edərək Peyğəmbəri təbrik edib mübarəkbadlıq etdilər. Allah Teala'nın bir müqərrəm mələyi var idi, adına Səlsail deyilirdi. Bir gün Səlsailin qəlbindən keçdi ki, görəsən Allah Teala bütün bu aləmlərdə olanları və baş verən hadisələri eyni anda bilə bilər ya yox. Allah Teala elə bir qüdrət sahibidir ki, hər an bütün aləmlərdə baş verənlərdən xəbərdardır. Odur ki, həmən anda Allah Teala Səlsaili yerindəcə dondurub bir heykəl kimi qurutdu. Səlsailin fəqət başı sağlam qaldı və danışa bilirdi. Mələklər göydən yerə dəstə-dəstə enib, İmam Hüseyin əleyhissalamı ziyarət edib göyə təzədən üruc edirdilər. Səlsail də bütün bunları görürdü və təəccüb içində idi ki, görəsən nə baş verib ki, bütün mələklər, hətta müqərrəb mələklər də, yəni Cəbrail, Mikail, İsrafil kimi mələklər, yəni Allaha ən yaxın olan, əziz olan mələklər də yerə enib qalxırdılar. Bu vaxt Səlsail birdən Cəbrail əleyhissalamı öz dəstəsi ilə yerə endiyini gördü və Cəbrail əleyhissalama xitab edərək soruşdu. Yer aləmdə nə baş verib ki, mələklər belə dəstə-dəstə yerə enirlər və bir qədərdən sonra yenidən göyə uruc edirlər. Yəni göyə tərəf uçurlar. Uruc uçmaq deməkdir. Cəbrail əleyhissalam olanları, yəni İmam Hüseyin əleyhissalamın dünyaya gəlməsini və mələklərin də onu ziyarət edərək Peyğəmbərə mübarəkbadlıq demələri üçün yerə enmələrini xəbər verdi. Səlsail Cəbrail əleyhissalamdan xahiş etdi ki, məni də özünlə o mübarək mövludun xidmətinə apar. Bəlkə Allah Teala o mövluda xatir və Peyğəmbərinə xatir mənim günahımı əfv edə. Cəbrail əleyhissalam onu özü ilə yer aləminə gətirib imamı ziyarət etdilər və Peyğəmbər Allah Teala'ya and verdi ki, bu tiflin hələ uşaq ikən məqamını bütün canlılara bildir və Səlsailin günahını əfv elə. Allah Teala İmam Hüseynə xatir Səlsaili bağışlayıb, onu əvvəlki halına qaytardı və əvvəlki vəzifəsini yenə də ona verdi. İmam Hüseyin əleyhissalam təzə dünyaya gələn ilk gündə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm birinci dəfə imamın qundağını əlinə alanda, imamın boğazından öpərək onun şəhid olacağını deyərək, imama əzadarlıq edərək ağlayıb
və qəlb parçalayan sözlər deyib. Bugün mən imam üçün mərsəyə, rozaya deyəndə çalışıram ki, sözləri elə xoşa gələn tərzlə deyim ki, mənim sözlərim insanları özünə tərəf çəksin ki, insanlar sözlərimə qulaq assınlar. Mən bunu ona görə etmirəm ki, mənə bəh-bəh desinlər və ya məhşurlaşım. Tutaq ki, məhşurlaşsam nə olacağam və ya məhşurlaşmasam nə olacağam və ya mənə bəh-bəh desələr mən nə olacağam. Mən hələ həmən adam olub qalacağam. Mən əslində ona görə bu sözləri çalışıram xoşa gələn tərzdə deyim ki, qoy hamı mənim sözlərimə qulaq asıb imamımın müsibətlərindən və Əhl-i Beytin üzvlərinin başlarına gələn müsibətlərdən və arada etdiyim ibrətamiz sözləri dinləsinlər. Ən azından İmam Hüseyin əleyhissalamın müsibətlərindən xəbərdar olsunlar və ağlasınlar və bu ağlamaq səbəbinə külli miqdarda savab ələ gətirsinlər. İrəlidəki söhbətlərimdə dedim, amma yenə deyirəm, bugün Kərbəla şəhidlərinə ağladığımız göz yaşları təkcə İmam Hüseyin əleyhissalama yox, hər hansı birinə, hətta ağlasanız, yəni Kərbəlada şəhid olan hər hansı bir şəhidə ağlasanız, həmən göz yaşları mələklər tərəfindən bir şüşə qablara yığılar və qiyamətdə sizə təqdim olunar. Əgər günahkar olsanız, Allaha pənah, o göz yaşından bir damcı cəhənnəmə tərəf atsanız, cəhənnəm sizdən 500 min illik uzağa gedər. Yəni, demək istəyirəm ki, siz cəhənnəmdən xilas olarsınız. Bəzi xəbərlərdə göz yaşları sizə qiyamətdə dür və incilər kimi verirlər. Yəni, bu dür və incilər qiyamətdə sənin savabının üstünə sonsuz savablar gətirəcək və nə qədər günahlarının üstündə xətlər çəkiləcək. Sonda sizlərdən bir xahişim budur ki, mənə xatir demirəm, siz özünüz bu işdə öz ixtiyarınızdasınız. Əhl-i Beytə xatir, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və Əli əleyhissalam və Fatimə-i Zəhra salamullah əleyhə və İmam Hüseyin və İmam Həsənə xatir, siz də bu işdə mənə görə yox, Əhl-i Beytə xatir bu söhbətləri paylaşın, qoy bütün dünya insanları İmam Hüseyin əleyhissalamın həyatını ən azından Kərbəlada baş verən hadisələrdən xəbərdar olsunlar. Onu da deyim, biləsiniz ki, əgər kimsə bu söhbətləri kiməsə paylaşsa, sanki o söhbəti o adam özü edirmiş kimi ona savab yazılar. Yəni, mən bir söhbətdən nə qədər savab qazanıramsa, mənim söhbətlərimi paylaşan da bir o qədər savab ələ gətirmiş olur. Bununla da söhbətimi tamamlayıram. Biz İmam Hüseyin əleyhissalamın və Əhl-i Beytin başlarına gələn bu hadisələrdən dərs almalıyıq. Bu hadisə bizim dünya və ahirətimizin təminatçısıdır. Allah bizi İmam Hüseyni yaşamaqda və Hüseyni şəhid olmaqda müvəffəq etsin. Burada dua edərək sizi Allaha tapşırıram. İlahi, bizim qəlblərimizi İslam həqiqətlərini dərk etmək üçün aç. İlahi, boynumuza düşən vəzifələri və məsuliyyətləri yerinə yetirməkdə bizə kömək ol. İlahi, İslam düşmənlərini məhv et. Dünya və axirət xeyrini bizim hamımıza kəramət elə. Ölənlərimizi öz rəhmət və bağışlanmağına şamil et. Bizləri qiyamətdə Əhl-i Beytdən və Kərbəla şəhidlərindən. Hayır salma, onların mübarək surətlərini görməyi bizlərə nəsib et. Rəhiməllahu mən qərəl Fatihəti məqəs salavat. Allahümmə sallik əla Muhammedin və ali Muhammed. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.